Öz nəfsi ilə mübarizə aparmayan mömin dinsizdən də təhlükəlidir. Nəticədə birdən-birə yox. İstəyirsənsə axırın xeyir olsun, gərək biləsən çətin yol gedirsən, bu yolun çətinliyi nəfslə mübarizədir. Hər an nəfslə mübarizə aparıb yorulmayasan, heç yerdə deməyəsən qutardı, yox qutarmayacaq. Axıra qədər mübarizə var. Dilləri cüzəni paizdə sayarlar. Ona görə deyir, hələ baxma necədir, axıra baxaq görək, axırda kim qalacaq? Nə qədər nəfsünlə mübarizə aparırsan, bir o qədər ehtimal çoxdur ki, axırın xeyir olacaq. Bir daha bu cümləni deyirəm, gündə nə qədər nəfsünlə çox mübarizə aparırsan, bir o qədər ehtimal çoxdur ki, axıra qədər dində qalacaqsan, mömin olacaqsan, imanla dünyadan keçəcəksən. Ona görə diqqətli olun, qoymayın ki, nəfsiniz keyf eləsin. Burnundan gətirin.